var. İştirak et sevince var. 30 apreledək Oba Marketdən 20 manatlıq alış-veriş et, Bakıda 2 otaqlı mənzil və ya avtomobil qazanma şansı əldə et. West Hospital'da icbari tibbi sığorta çərçivəsində vətəndaşlar invaziv radiologiya, angiografiya, KT, MRT, mamografiya, damar və endoprotez əməliyyatları xidmətlərindən yararlana bilərlər. Ətraflı Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Avtomobilinizə Power Oil mühərrik yağları ilə güc qatın. Almaniya istehsalı olan Power Oil'ı bütün yağlama və ehtiyat hissələri məntəqələrindən əldə edə bilərsiniz. Bu markanın hər növ mühərrik, sürət qutusu yağları və antifrizləri mövcuddur. Power Oil yağlarının Azərbaycanda rəsmi nümayəndəliyi All Oil MMC-dir. Telefon 099 941 14 14. Yeni markalar, sürpriz endirimler, mükemmel restoranlar, meşhur fast food şəbəkələri, uşaqlar və gənclər üçün əyləncə. Portal Games, City Park Mall'da, şəhərin yeni cazibə mərkəzində 400 maşınlıq, 2 mərtəbə qapalı parking və ilk 3 saat pulsuz parklanma yolunuzu gözləyir. Rahat alışveriş, unudulmaz dadlar və gününüzü əyləncə ilə dolduracaq bir məkana hazır olun. Ünvan Babək prospekti ilə Süleyman Vəzir küçəsinin kesişməsi, Bakı, Ağşəhər. Neptunla bütçənizə qənaət edin. Aprel ayının 16-sına dək 1 kilogram Rosko kalbasa 13 manat 69 qəpik deyil, cəmi 8 manat 99 qəpik. Telefon 162 Neptun Supermarket. Bolt sürücülərinin diqqətinə, indi ABB Bolt kartı ilə kartınızdakı vəsaiti əlavə komissiyalar ödəmədən əldə edə bilərsiniz. Bu və digər üstünlüklərdən faydalanmaq üçün kartı sifariş etməyə tələsin. Ətraflı 937. ABB, müasir, faydalı, universal. Araz Radyosu'nda reklam vakti. Mütəxəssislərin fikrincə xoşbəxtliyin 50% genetikadan, 10% həyat şəraitindən, 40% isə... Əşi bir dəqiqə, boş verin bu statistikaları. Biz sizə xoş əhval-ruhiyyənin dəqiq düsturunu tapmışıq. İndi deyək, siz də qeyd edin. Kimdəsə çatışmırsa endorfin, oksitosin, açsın Araz Radyosunu, şoumuzu dinləsin. Dəyərli hədiyyələr, maraqlı yarışmalar. Aysel və Rüfət ilə əhvalınız 100 olar. Həftə içi hər gün, səhər saat 8-dən 10-a kimi. 103.3 FM'də 100% səhər şousu. Baş sponsor Panda boyaları, xüsusi sponsorlar Oba Marketlər şəbəkəsi, City Park Mall, Bioloji Təbabət İntegrativ Müalicə Mərkəzi, Telefon aksesuarları markası, Evrax, Parket markası, Mr. Wood, sponsorlar Qanun Mühasibatlıq şirkəti və Mamacan Restoranlar şəbəkəsi. Kim sevirsə idmanı, Arena'da ünvanı. Dünya idmanında baş verən ən mübahisəli qarşıdurmalar, eksklüziv açıqlamalar və son nailiyyətləri Rüfət Nadirlinin arenasından eşidəcəksiniz. Arenamız həftə içi 5 gün, saat 10-dan 11-ə qədər dinləyicilərinin ixtiyarındadır. Bəs hədiyyə qazanmağı necə? O da mümkündür. Hərəkət etməyin vaxtıdır. Baş sponsor Panda boyaları, xüsusi sponsorlar City Park Mall, West Hospital, Dev mühərrik yağları, sponsor Nar Beauty Parfüm. Uğurlu və uğursuz iş adamı arasındakı əsas fərq iradədədir. Steve Jobs deyib bu fikri. Bəli, hər bir uğurlu biznesin təməlində cəsarətli addım dayanır. Zamanı gözləmə. Bugündən başla. Peşəkar biznesmenlərin təcrübələrindən yararlan. Adını brende çevir. Həftə içi 5 gün, 12-dən 14-ə qədər. Rüfət Nadirlinin təqdimatında. Biznes mərkəzinə gəl. Baş sponsor Panda boyaları, xüsusi sponsorlar Oba Marketlər şəbəkəsi, City Park Mall, West Hospital, Aran Construction, Parket markası Mr. Wood, Power Oil mühərrik yağları, Umano.az, sponsor Hazel. 4 il əvvəl sizinlə bir yola çıxdıq. Amma bu yolda tək addımlamırıq.
Qovuşduğunuz bütün məsələlərin həllində dövlət qurumlarının qapıları üzünüzə hər zaman açıqdır. Qəbul vaxtında biz problemlərə problem deyil deyirik. Suallarınızın və qonaqlarımızın qəbulu Elnarə Sadıqovanın təqdimatında. Həftə içi hər gün saat 2-də Araz Radiosunda qəbul vaxtıdır. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. İş dünyasının aparıcı adları Biznes Mərkəzində təcrübələrini sizinlə bölüşür. İş dünyasının nəbzini tutan yeganə mərkəz Biznes Mərkəzi Rüfət Nadirlinin təqdimatında. Efirimiz davam etməkdədir, dəyərli dostlar, və bugün Biznes Mərkəzində biz şirkətlərdə iş mühiti necə olmalıdır? Bax, bu mühit üzrə danışırıq və əlavə suallar da çıxır, gördüyünüz kimi dinləyicilərimizdən də gələn sualları təqdim edirik. Efirimiz həm də canlı olaraq yayımlanır. Araz FM-in Facebook səhifəsində də canlı yayımlanır. Hətta efir bitdikdən sonra da canlı yayım arxivlənir, qalır və siz də rahat bir şəkildə efirimizi istədiyiniz saat, istədiyiniz gündə yenidən izləmə imkanınız var. Və İnsan Yaşam Mərkəzinin icraçı direktoru Aytəkin Nəsirli, mərkəzin həkim klinik psixoloqu Xədicə Həbibullayeva və mərkəzin yeniyetmə və uşaq psixoloqu Aynur Gəlimova bizimlə bərabərdir. Və dəyərli dostlar, birazdan yarışmamız olacaq. Qalibimizi isə Hazel'dən gözəl bir hədiyyə gözləyir. Hazır olun, birazdan sualımızı da səsləndirəcək və daha bir sual var. İş yoldaşlar arasında rəqabət və iş yoldaşlar arasında mühit necə formalaşmalıdır? Bunu bizdən soruşublar. Xədicə xanım, sizin cavabınızı alaq. Təbii olaraq biz uşaq vaxtından müqayisə oluna böyüyürük və rəqabət də bizim həyatımızda vardır. Məktəbə gedirik, rəqabətə giririk, bağçadan ta ki, yəni başlayır da rəqabət və rəqabət də sağlam rəqabət deyilən bir şey var da. Yəni, bilirsiniz necə, məndə yoxdur, səndə də olmasın. Baxıllıq kimi yox da. Yəni, bir həsəd aparırsan, fikirləşirsən ki, ay, bunu necə gözəl elədi. Və fikirləşirsən ki, onda var, məndə də olsun. Baxın, bu sağlam rəqabətdir artıq. Düşünürsən ki, hə, necə eləyibdir, yəni sağlam şəkildə öyrənirsən ki, hansı şəkildə, bu hansı yolu gedibdir, hansı yolu qət eləyib, bunun hansı inancları var ki, bu insan bu rəqabəti, yəni bu yerə qədər gəlib çıxıbdır. Mən də bu şeyləri öyrənim və öz həyatımı tətbiq eləyim, mən də uğur qazanım. Bunu isə bilirsiniz kim eləyir? Uşaq eləmir. Buna yetkin insan eləyir. Nə mənada uşaq eləmir? Uşaq deyəndə mən nəyi nəzərdə tuturam? Bizim içimizdə uşaq, valideyn və bir də yetkin tərəfimiz var. Əgər bizim yetkin tərəfimizlə davranırıqsa, yetkin tərəfimizlə əsas yaşayırıqsa həyatımızı, baxın, o zaman biz bunun fərqində oluruq və bu şəkildə rəqabətə, yəni sağlam rəqabətə giririk. Yox, əgər biz uşaq kimi məndə yoxdur, niyə onda da var? Niyə? Yəqin ki, onun tanışı var. Yəqin ki, onun nəsə qeyri-adi istedadı var. Yəni, bu şəkildə yanaşanda, uşaq tərəfimizlə yanaşanda, təbii olaraq biz düzgün şəkildə vəziyyəti qiymətləndirə bilməyəcəyik və özümüz də inkişaf edə bilməyəcəyik. Nədənsə insanlar elə bilirlər ki, kimsə qabağa gedəndə, kimsə uğur qazananda, onun arxasında nəsə onun ya qeyri-adi istedadı var, ya onun tanışı var, ya da külli miqdarda bir vəsait ona yəni qoyulubdur ki, bu insan bu insana çevrilibdir. Amma əslində həqiqətdə belə deyil. Dünyada uğurlu insanları araşdıranda görürsən ki, bu insan nə qədər böyük çətinliklərdən keçibdir. Baxın, belə bir şey var da, yəni çətinlikdə insanın qeyri-adi bacarıqları üzə çıxır. Baxın, əgər mən hansı qabiliyyətim varsa, mən çətinliyə düşmədimsə, o çıxmayacaq üzə. Amma mən çətinliyə düşdümsə, mənim heç özüm də bilmirəm, amma mənim o qabiliyyətim var. Və mən o çətinliyə düşəndə, mən qeyri-ixtiyari mənim o qabiliyyətim üzə çıxacaq. Bunu insanlar bilmədiklərinə görə sağlam rəqabət də apara bilmirlər. Yəni, çətinlikləri özlərinə rəva bilmirlər.
Bəzi rəhbərlər öz təcrübəsini bölüşməkdə niyə xəsisliyidirlər? Bəzən biz bunu tədbirlərdə də görürük. Hətta təkcə yerli mütəxəssislər və ya da yerli rəhbərlər deyil. Xaricdən bir qonaq gəlir, onun bir tədbiri olur, gedirik görürük ki, uğur hekayəsini danışmaq istəmirlər. Yəni bunu da hətta mən iki tədbirin tam yadımdadır. Birində ümumiyyətlə uğur hekayəsini danışmaqdan söhbət getmədi. Digərində isə hiss elədim ki, rəhbər adam, hansı ki qonaq gəlib bizə, danışmaqda xəsisliyidir. Yəni birdən deyərəm, məndən götürərlər. Yəni bunu sanki biruzə verməyə hazır idi. Sadəcə özünü elə göstərirdi ki, amma xaricdən gələn mütəxəssis idi. Niyə rəhbərlər öz uğur hekayələrini danışmaqda bu qədər çətinlik çəkirlər? Elə bayaq mən dediyim söhbətdir də, yəni insanın uşaq tərəfi işə düşür. Bu oyuncaq məndə var, verməyim, onda olmasın. Yəni həmin o inancla, həmin o düşüncə ilə yanaşır. O insan əslində içində böyüməyibdir. Əslində insanın inanc sistemi, o davranışları, biz çox şeylər eləyə bilərik, çox qabağa gedə bilərik. Pul qazanmaq o demək deyil, vəzifədə olmaq o demək deyil ki, biz tam şəkildə uğurlu bir insanıq. Yəni biz yetkin bir insanıq. Göstərə bilir ki, mənim uğurumu kimsə təkrarlaya bilər və mənim yerimə gələ bilər yanaşmasıdır. Yəni nisbətən insan qısqanclığı deyək də. Niyə mən o qədər əziyyət çəkmişəm, indi rahat bir şəkildə uğur hekayəmi danışım, o da gəlsin mənim işimi tətbiq eləsin. Bəli, Maslow'un ehtiyaclar nəzəriyyəsi var, bildiyiniz kimi. Orada pillələr var. O pillələri biz keçdikdə o ali zirvəyə ucala bilirik. Biz o ali zirvəyə insanlara kömək eləmək. O milyarderlər var, gedirlər insanlara kömək eləyirlər. Hətta miraslarını öz nəsillərinə qoymaq istəmirlər, öz uşaqlarına qoymaq istəmirlər. Deyirlər ki, onlar başa düşürlər ki, mən nə qədər versəm o qədər qazanıram. Məhəmməd Peyğəmbərin də hədisi var ki, mən qurban kəsir, hamıya verir, bir pay da evə gətirir. Deyir ki, hə, bu bir pay da bizə qaldı, yoldaşı deyir. Deyir ki, yox, bizə qalmayan bu oldu. Bu əslində bizə qalmayandır. Yəni o demək istəyir ki, yəni insanlığı o daha ali, uca olması üçün, o daha başqa bir level'a ucalması üçün həmin o inanclara sahib olmalıdır. Və əlbəttə ki, simic insan o inanclara sahib deyil. O hələ Maslow'un piramidasında ehtiyaclar o nəzəriyyəsində o hələ təhlükə təhlükə pilləsi var. Hələ orada qalıbdır. Mən təhlükədəyəm. Vaxtı mən bilgilərini öyrənər. Özünü elə hiss edir. Bəlkə təhlükədə deyil. Təbii ki, o təhlükədə deyil. Təbii ki, o təhlükədə deyil. Özünü hiss edir. Amma o özünü elə hiss edir ki, onu bildiyini biləcəklər və salam. Onun yerinə keçəcəklər. Narahatdır da bu. Bəli, təhlükədə. Və əslində o insan görün, rəhbər şəxslər 30 yaşından sonra olur da, düzdür. Hələ ki 30 yaşına qədər rəhbər şəxslər hələ ki o yolu gedən insanlar olurlar da. Siz təsəvvür edin ki, hələ bu insan 40 yaşı var, hələ də özünü təhlükədə hiss edir. İnsanın əslində bədbəxtliyidir. O Maslow'un ehtiyaclar nəzəriyyəsinə bir baxsa, ondan xəbərdar olsa, o insan görər ki, hələ də özünü təhlükədə hiss edir. Vallahi eləsər oxuyur, heç sonra əməl etmir. Yəni təkcə oxumaqla deyil, onu tətbiq etmək lazımdır. Eləsə var, oxuyub da heç əməl etmir. Hazır olun, yarışma başladı. Yarışmamızı təqdim edək və bilirsiniz ki, hər bir işdə bir motivasiya olmalıdır və biz də çalışırıq ki, efirimizdə təkcə müzakirə aparmayaq, təkcə mariflənməyək, həm də bir işimizin də bir motivasiyası olsun və bu da bizim biznes yarışmamızdadır. Sual bizdən, hədiyyə bizdən və sualı doğru cavab verib birinci olmaqsa sizdən asılıdır və bizim də hədiyyəmiz sizin də bizimlə keçirdiyiniz vaxtda öyrəndiyiniz bir prosesə bir qığılcım olsun deyək, bir motivasiya olsun deyək. Təbii ki, əslində məndən soruşsanız mənim üçün ən böyük hədiyyə elə bu 2 saat ərzində öyrəndiklərimizdir. Yəni bunun heç nə ilə əvəz etmək olmaz yeni fikirlər, amma ola bilər ki, bir motivasiya da bir maddiyyatla da bağlı ola bilər. Çünki bu təkcə bizə aid deyil. Bütün dünya iş prosesində maddiyyatı da önəm verir. Biz hərdən düşünürük ki, bizim insanımız ancaq pul deyir. Valla təkcə bizim insanımız demir. Mən bir xarici ölkədə bir seminardaydım, tədbirdə. Orada bir fikir formalaşdı və həmin xarici mütəxəssisdən ideya
dedilər ki, bunu necə ideya verə bilərsiniz? Dedi, siz bizim qəbulumuza yazılın və mən sizə bu ideyanı verim, çünki ideya pulla satılır. Yəni təkcə, amma biz gündə onlarla, yüzlərlə ideya veririk, kiməsə kömək edirik, dəstək olur, bunu etmə, bunu sonra edərsən, bunu 20 gündən sonra, bunu 50 gündən sonra, bu indiki dönəm üçün deyil. O qədər biz dostlarımıza, çevrəmizə və iş mühitində dəstək olmağa çalışırıq. Həm mənəvi dəstək, həm belə də təcrübələrimizi bölüşürük və onlara dəstək oluruq. Vallahi heç bunu nə satırıq, nə də bir şey. Amma bəzən mən həmin mütəxəssisdən soruşdum, özü də İspan idi. Dedim, niyə belə edirsiniz? Yəni, dəstək olmaq bizdə belə etmirlər. Dedi, o yaxşı, bu saha üzrə neçə dənə mütəxəssisiniz var? Mən saya bilmədim. Dedi, amma bizdə filan mütəxəssislərimiz var. Biz işimizə dəyər veririk. Oraya elə başa düşdüm ki, yəni, bizə elə dedi ki, yəni, özüvə işvə dəyər vermirsən. Özünü qiymətləndirməyə bacarmırsan və hər kəsə kömək edirsən, amma bu bəzən belə olmur. Deyir, sizə sənin etdiyin köməklik, bu heç də peşəkarlıqla uyğun gəlmir. Və indiyə qədər o İspanın dediyi söz mənim yadıma qalıb, söz yox ki, ona da əməl etmirəm. Niyə görə? Çünki bizdə xarakterdə var kömək etmək, yəni biz kömək etmək, əl tutmaq, dəstək olmaq. Amma hərdən bu sual mənim beynimə qalır, fikir qalır ki, bu insan, bu İspan düzmü edib, yalan, səhv mi edib, yoxsa mənə mi yalan danışdır, yoxsa mənə mi bunu ideyanı pulla satmaq ideyasında oldu? Çoxlu suallar gəldi beynimdə. Hər halda biz də fikirlərimizi səmimi olaraq sizinlə bölüşdük. Sualımız gəlir, çox maraqlı bir sualdır. Biznes sahəsində gizli müştəri kimdir və ümumiyyətlə gizli müştəri kimə deyilir? Biznes sahəsində gizli müştəri kimdir? Gizli müştəri ümumiyyətlə kimə deyilir? Bax, bunun açıqlamasını sizdən soruşuruq. 099 810 33 bizim WhatsApp nömrəmizdir. Gizli müştəri kimə deyilir? Yazın, fikirlərinizi göndərin bizim WhatsApp nömrəmizə. Gizli müştəri anlayışını bizə doğru yazan, birinci yazan dinləyicimizə hədiyyəmiz Hazeldəndir. Boya axtaran insan, sona dək qulaq assan, işin olar asan. Hansı rəngi axtarsan, mağazaları dolaşsan, ustalardan soruşsan və istəmirsənsə nöqsan, bir cavab alarsan. 25 ildir, Sopsan. Araz Radyosunda reklam vaxtı. O həm təmirdə, həm də alış-verişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldu. Abşeronla alış-veriş səbəti sevinç doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan Dairəsinin yanı. Soyuq aylar, daxili işlər üçün ən uyğun zamandır. Panda'nın Pamplus boyası bu işdə sizə kömək edəcək. Yüksək yapışma gücü, yuyula bilən və çatlamayan formulu ilə Panda Pamplus boyası hər növ daxili setləri mükəmməlləşdirir. Panda boya, rənk qatır dünyaya. Qısa nömrəmiz Ulduz 1008. Yeni markalar, sürpriz endirimlər, mükəmməl restoranlar, məşhur fast food şəbəkələri, uşaqlar və gənclər üçün əyləncə. Portal Games, City Park Mall'da, şəhərin yeni cazibə mərkəzində 400 maşınlıq, 2 mərtəbə qapalı parking və ilk 3 saat pulsuz parklanma yolunuzu gözləyir. Rahat alış-veriş, unudulmaz dadlar və gününüzü əyləncə ilə dolduracaq bir məkana hazır olun. Ünvan Babək prospekti ilə Süleyman Vəzir küçəsinin kesişməsi, Bakı, Ağşəhər. Avtomobilinizə Power Oil mühərrik yağları ilə güc qatın. Almaniya istehsalı olan Power Oil-ı bütün yağlama və ehtiyat hissələri məntəqələrindən əldə edə bilərsiniz. Bu markanın hər növ mühərrik, sürət qutusu yağları və antifrizləri mövcuddur. Power Oil yağlarının Azərbaycanda rəsmi nümayəndəliyi All Oil MMC-dir. Telefon 099 941 14 14. Xəbərin yoxdur, indi bil, obadan hədiyyədir. Bakıda 2 otaqlı, tam təmirli mənzil və yepyeni avtomobil. Qonşu obadan sən də qazan, martdan aprelə var həyəcan. Gəl iştirak et unutmadan, ay qonşu gəl sən də qazan. Oba marketdə lotereya var, iştirak et sevinç apar. 30 aprelədək Oba Marketdən 20 manatlıq alış-veriş et, Bakıda 2 otaqlı mənzil və ya avtomobil qazanma şansı əldə et.
Ev və iş yeriniz üçün mükəmməl parket axtarırsınız? Azərbaycanın keyfiyyətli parket brendi olan Mr. Wood sizin üçün isti döşəmə rahatlığını, davamlığı və zamansız gözəlliyi bir araya gətirir. Cızılmaya qarşı dayanıqlıdır. Hər dizayna uyğun mükəmməl seçimləri var. Tam 25 il şirkət zəmanəti də mövcuddur. İndi Mr. Wood ilə məkanınızı yeniləyin və keyfiyyəti hiss edin. Telefon 070 288 1991. Ünvan Ağşəhər, Xəqani Rüstəmov 6. West Hospital pasientlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Avantdan Şərifzadədə yeni premium layihə. Müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də White Box 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Neptunla bütçənizə qənaət edin. Aprel ayının 16-sına dək 3 kiloqram Ariel yuyucu toz 18 manat 99 qəpik deyil, cəmi 10 manat 99 qəpik. Telefon 162. Neptun Supermarket. Şanslı ödənişlər lotereyası başladı. ABB-nin kartları və post terminalları ilə ara supermarketlərdə hər 20 manatlıq ödənişiniz sizə uduş şansı qazandıracaq. Mobil telefon, ağıllı saat, qulaqlıq və nəhayət avtomobil. ABB Mastercard kartları ilə ödənişlər şansınızı 2 qat artırır. Ətraflı 937. Araz Radyosu'nda reklam vaxtı. City Park Mall'da inanılmaz fürsət. 20 martdan 20 iyuna qədər hər 40 manatlıq alış-verişdə Toyota Corolla və bir çox dəyərli hədiyyələr qazanmaq şansı əldə et. Daha çox alış-veriş, daha çox şans deməkdir. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Biznesə başlamaq istəyirsən, istəmək kifayət deyil. Əsas ilk addımı atmaqdır. Bu dəfə sıfırdan yox, təcrübələrdən başla. İş adamlarının hekayələrini Biznes Mərkəzində dinlə. Bar sponsor, Panda boyaları, xüsusi sponsorlar, Oba Marketlər şəbəkəsi, City Park Mall, West Hospital, Aran Construction, parket markası Mr. Wood, Power Oil mühərrik yağları, Umano.az, sponsor Hazel. Son dəqiqələrdə dəyərli dostlar sual vermişdik ki, biznes sahəsində gizli müştəri kimə deyilir? Birinci olan dinləyicimiz var. Aytən Cavadova adlı dinləyicimizdir. Qəbul edək. Aytən xanım. Yenidən əlaqə saxlayaq. Və bu arada dostlarımıza təşəkkür edək. Və amma cavabı Aytən xanımdan əldə edəcəyik. Yenidən əlaqə saxlayaq və bu arada verişimizin baş sponsoru Panda boyalarıdır. İnşaat işində keyfiyyətli bir boya təqdimatı görmək istəyirsinizsə Panda boyalarına güvənə bilərsiniz. Bunu təkcə biz yox, ustalarımız da deyir və 2006-cı ildən bəri bizi həm yüksək keyfiyyəti həm də sərfəli qiyməti ilə sevindirməkdə davam edirlər. 2500-dən çox rəng çeşidi olan yeganə boyadır Panda boyaları. Və eviniz və iş yeriniz üçün mükəmməl parket axtarırsınızsa və evdən, inşaatdan söhbət düşmüşkən parket işində də Mr. Wood markasına güvənə bilərsiniz. Azərbaycanın keyfiyyətli parket brendidir Mr. Wood. Tam 25 il şirkət zəmanətdə verir. Cızılmaya qarşı da dayanıqlıdır. Ağşəhər, Xəqani Rüstəmov 6 ünvanında showroomlar da var. O keyfiyyətli rayanlığı gözünüzlə də görə bilərsiniz. 070 288 1991 və bu nömrələ də əlaqə saxlamaq olar. City Park Mall da sizə göndərir. Şəhərimizin yeni cazibə mərkəzində həm alış-veriş imkanlarınızı reallaşdıra bilərsiniz. Şəhərimizin mərkəzində, demək daha doğrusu Ağşəhərdə Süleyman Vəzirov küçəsi ilə Babək prospektinin kəsişməsində yerləşir və burada brend mağazalardan alış-veriş imkanlarınızı endirimli kampaniyalı şəkildə yararlana bilirsiniz və ora gedərkən də avtomobillə 3 saat parkingdə pulsuzdur. Obamıza gedirik, onsuz da obamızdan hər zaman razıyıq.
Yaxın qonşumuz obamız etdiyi kampaniyalarla və indirimlərlə bizi sevindirməkdə davam edir. Və Oba Marketlər şəbəkəsi qonşum qazansın lotereyasında elan edib ki 30 aprelə qədər Oba Marketlərində edilən hər 20 manat və üzəri alış-veriş sizə lotereyada iştirak üçün bir şans qazandırır. Şans deməli hər birimiz üçün keçərlidir. Lotereyanın sonunda 2 qalibə isə möhtəşəm hədiyyə var. 1 ədəd başlı 2 otaqlı təmirli mənzil və 1 ədəd son model Toyota Corolla avtomobili və bu hədiyyələrə sahib olmaq istəyirsinizsə ona görə də obamıza gedib 20 manat üzəri alış-veriş etmək şansınız da var. Deməli və lotereyanın qalibləri isə 20 may tarixində canlı yayımda elan ediləcək. Avtomobilinizə isə deməli Powerol mərkəqlarla güc qata bilərsiniz. Çox keyfiyyətli mərkəqlardır və Alman istehsalıdır. Azərbaycan dərəsinin nümayəndəliyi isə All Oil MMC-dir. Bütün satış nöqtələrindən əldə edə bilərsiniz. 099 941 14 14 nömrəsi ilə də əlaqə saxlamaq olar. Sağlam dostumuz isə West Hospital'dır. Səhətimizdə hansı bir problem baş verərsə müraciət edə bilərsiniz. Ulduz 7606 nömrəsi ilə və West Hospital'ın təcili tibbi yardım xidmətləri də var. Və bu arada Hazelə təşəkkür edirik. Organik məhsullar, nəfis dad deməli Hazeldə cəmləşib. Umana.az saytı iş elanlarla bağlı çox mükəmməl bir saytdır. Hər gün onlarla yüzlərlə elanlar burada yerləşir. Şirkətlərə səslənir ki, iş elanlarınızla bağlı vakansiyalarınızı burada reallaşdırıb, yerləşdirib çox qısa zamanda geri dönüşləri də əldə edə bilərsiniz. Umana.az iş elanlarla bağlı çox mükəmməl bir saytdır. Və sualımız belə idi ki, biznes sahəsində gizli müştəri kimə deyilir? Birinci olan qalibimizlə əlaqə kəsildimi? Birinci qalibimizlə əlaqə kəsildi. Bəli, artıq günah Aytən xanımın özündədir. Aytən xanım idi, səhv etmirəmsə adı. Aytən xanımın özündə oldu. Çünki biz onunla danışa bilmədik. Və belə vəziyyətdə bizim növbəti qaydamız işə keçir, işə başlayır və əgər birinci ilə alınmırsa biz növbəti doğru cavab verən ikinci dinləyicimizi qalib elan edirik. Bu da 28-41'dən olan dinləyicimiz Nigar Nəcəflidir. Nigar xanım, hər vaxtınız xeyirli olsun. Hər vaxtınız xeyir. Xoş eşitdik sizi. Bəli. Cavabı deyim. Cavabı hardan zəng edirsiniz bizə? Evdənmi, işdənmi? İşdən zəng edirəm. Bilmiyorlar mı hansı sahə üzrə çalışırsınız? Nigar xanım? HR işləyirəm mən. HR, insan resursları. Efirimizi mütəmadi olaraq mı dinləyirsiniz? Daim dinləyicinizəm, bəli. Lap yaxşı. Gizli müştəri kimə deyilir Nigar xanım? Demək, biznes sahəsində gizli müştəri ingilis sözündən götürülür. Adətən bir şirkətin və ya mağazanın xidmət keyfiyyətini, müştəri təcrübəsini və satış təcrübəsini qiymətləndirmək üçün istifadə edilən şəxslərdir. Yəni onlar şirkətə aid məhsul və xidmətləri öyrənərək alaraq daha sonra təcrübələrini qiymətləndirirlər və şirkətə detallı şəkildə rəy verirlər. Bəli, bu xidmət keyfiyyətinin qiymətləndirmək üçün şirkət tərəfindən təyin edilən və adi müştəri kimi təyin edilmiş insanlardır və onlar yəni adi geyimdə gedirlər və onların belə bir adam olduqlarını nə satıcı bilmir, nə də ki orada işləyənlər bəli. Aydındır, tamamilə doğrudur. Bəli, adi müştəri kimi davranan şəxsdir. Nigar xanım, sizi təbrik edirik və hədiyyə, Hazeldən hədiyyə sizindir. Çox sağ olun, diqqətiniz üçün də minnətdarıq sizə. Sağ olun. Efirimizi yavaş-yavaş yekunlaşdırırıq. Çox suallar qaldı. Bilirəm, qonaqlar mənə baxırlar, göz ucuda sual qaldı. Dinləyicilərimizə sualları qaldı. Qonaqlarımıza təqdim edəcək öz suallarımız da qaldı, amma vaxt öz işin gördü. Hər birinizə təşəkkür edirik. Dəyərli üç qonağımızın minnətdarıq. Aytən xanım sizə, Xədicə xanım, Aynur xanım, hər birinizə minnətdarıq. İnsan Yaşam Mərkəzi bizim üçün çox fərqli bir mərkəzdir. Hər zamanda uğurlarınıza bir dostunuz olaraq sevinirik. Çox təşəkkür edirik dəvətiniz üçün, bugün bizə vaxt ayırdığınız üçün minnətdarıq. Ümid edirəm ki, hər kəs üçün maraqlı bir
veriliş oldu. Təşəkkür edirəm. Çox təşəkkür edirik. Minnəttar. Canlı yayın yekunlaşdırdınız Xədicə xanım. Bəli, bəli. Beləliklə dostlar, mən də sizinlə sağlaşıram. Bizi yaxın 2 saat ərzində dinləyən bütün dinləyicilərimizə, sual göndərənlərə, sadəcə bizi dinləyənlərə fərq etməz. Hər birinizə təşəkkür edirik. Bilirik ki, efirimizi dinləyən insanların sayı çoxdur, həddən artıq çoxdur və biz bu xoş mesajları da alırıq, iş adamlarımızdan da alırıq. Hər birinizə təşəkkür edirik. Birazdan mənim səsimi yenidən biznes mövzusu üzrə qardaş radiomuz olan Xəzər FM-dən işləyəcəksiniz. Biznes konsultant dostumuz Ənvər bəy bizimlə bərabər olacaq. Qaçırmayın deyirik. Orada da yarışmamız olacaq.